Bir anlıq dayanın və ətrafa baxın. Biz sanki su içində yaşayan varlıqlara bənzəyirik. Hər yer dənizdir, okeandır, buzlaqlardır. Yeryüzü kosmosdan baxanda tam mavi görünür. Sanki su heç vaxt bitməyəcəkmiş kimi. Amma əsl həqiqət belə deyil. Bəs yer kürəsində nə qədər su var? Çox, həddindən çox. Amma içmək üçün yararlı su inanılmaz dərəcədə azdır. Yer üzündəki suyun təxminən 97,5% duzlu sudur. Bu suyu içməyə yararlı hala gətirmək həm çox bahalıdır, həm də hər ölkənin buna maddi gücü çatmır. Deyə bilərsiniz ki, 2,5% içmək olar. Amma yox, bu 2,5%-in də böyük hissəsi Antarktida, Arktika, qarlı dağ zirvələrində donmuş vəziyyətdədir. Yəni onu istifadə edə bilmirik. Təsəvvür edin ki, bütün içilə biləcək suyun təxminən 70%-i buzlaqların payına düşür. Bizim istifadə edə biləcəyimiz su isə planetin bütün suyunun kiçik bir hissəsidir. Bəzən elm adamları bunu belə izah edir. Əgər yer kürəsində bütün su bir vedrə olsaydı, bizim istifadə edə biləcəyimiz su sadəcə bir çay qaşığı qədər olardı. İnsanların istifadə etdiyi su yeraltı su mənbələri, çaylar, kiçik göllər, qar əritmə sularıdır. Bu mənbələr çox azdır və getdikcə daha çox istifadə olunur. Biz su planetində yaşayırıq, amma həmin suyun böyük əksəriyyəti içilməzdir. Əlçatan hissəsi isə çox azdır və bu kiçik hissə də hər il daha da çox istifadə olunur. Biz okeanlarla dolu bir dünyada yaşayırıq, amma içməli su baxımından əslində çox böyük bir səhranın içindəyik. Dünya xəritəsinə baxanda minlərlə göl görürük, amma çox az adam bilir ki, bu göllərin bir çoxu artıq xəritədən silinib. Bəzilərinin isə son nəfəsi qalıb. Suyun tükənməsi təkcə çayların quruması demək deyil, bütöv göllər yox olub və bunun ən böyük səbəbi də insanın suyu düzgün istifadə etməməsidir. Dünyanın ən böyük gölləri necə yox olur? Son 50 ildə yer üzərindəki göllərin yarısından çoxu ya kiçilib və ya tamamilə yox olub. Bu tarixdə görünməmiş bir sürətdir. Məsələn, Aral gölü. Bir vaxtlar dünyanın 4-cü ən böyük gölü idi. İndi isə faktiki olaraq yoxdur. 90% quruyub. Səbəb isə kənd təsərrüfatında suyun həddindən artıq israf edilməsidir. Urmiya gölü. Vaxtilə Orta Şərqin ən böyük duzlu gölü idi. Son 20 ildə isə 80%-dən çox kiçilib. Səbəb suyun istifadəsinin düzgün planlaşdırılmaması, əhalinin artması və istixana təsərrüfatlarıdır. Çad gölü. 50 il əvvəl 25.000 kvadrat kilometr idi. İndi təxminən 1500 kvadrat kilometr qalıb. Səbəb yenə iqlim dəyişikliyi və içməli su çatışmazlığıdır. Bu göllər yalnız su kütləsi deyil, onların ətrafında şəhərlər, kəndlər, fermer təsərrüfatları var idi. Göl yox olduqca insanlar da yavaş-yavaş yaşadığı yerləri tərk etməyə məcbur olub. Göllərin yox olmasının birbaşa səbəbi suyun düzgün idarə olunmamasıdır. Dünyada istifadə edilən suyun 70%-i kənd təsərrüfatına gedir. Əksər ölkələrdə hələ də köhnə sulama sistemləri işlədilir. Su torpağa axıdılır və bunun böyük hissəsi buxarlanır. Bəzi ölkələrdə içməli su şəbəkələrinin 30-40%-i köhnə və zədələnmiş borularda yeraltı sızmalar səbəbindən itir. Yəni onsuz da az olan su insanlara çatmadan yox olur. Başqa bir səbəb isə iqlim dəyişikliyidir. Havanın istiləşməsi buxarlanmanı artırır. Bu səbəbdən göllər də, çaylar da sürətlə su itirir. Başqa bir səbəb isə sürətli sənayeləşmədir. Sənaye daha çox su tələb edir və çox vaxt bu su təmizlənmədən geri qaytarılır. Bir göl quruyanda təkcə su yox olmur. Onunla birlikdə balıqlar ölür, kənd təsərrüfatı dayanır, külək qurumuş duzu və torpağı şəhərlərə daşıyır və insanlar köçməyə məcbur olur. Aral gölünün quruması nəticəsində bir vaxtlar gölün dibində olan duzlu torpaq indi səhraya çevrilir. Bu isə bir çox xəstəliklərin və tənəffüs problemlərinin artmasına səbəb olub. Bəs çıxış yolu nədir? Müasir damcı suvarma sistemlərinin tətbiqi, şəhər şəbəkələrində su itkisini azaltmaq, sənayedə təkrar su istifadəsi, su hövzələrinin qorunması üçün qanunlar, su tullantılarının təmizlənməsi. Kiçik bir dəyişiklik belə
böyük nəticə verə bilər. Məsələn, damcı suvarma sistemi suya 40-50% qənaət edə bilər. Dünyada göllər sürətlə yox olur və əsas səbəb suyu yanlış istifadə etməyimizdir. Bu proses davam edərsə xəritədən daha çox göl silinəcək. Qlobal su problemi ölkəmizdən də yan keçməyib. Xəzər dənizində də artıq bir neçə ildir ki, suyun səviyyəsinin azalması müşahidə olunur. Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsidir və ətraf ölkələr üçün həyati əhəmiyyət daşıyır. Səviyyənin azalmasının səbəbi iqlim dəyişikliyi, çaylardan suyun çox çəkilməsi və sənayedə istifadə olunmasıdır. Biz su böhranından danışanda çox vaxt elə bilirik ki, bu problem yalnız Afrikada, Asiyada, uzaq və kasıb bölgələrdə baş verir. Amma əslində su böhranı dünyanın ən inkişaf etmiş ölkələrinin belə qapısını döyür. Su tükəndikcə ilk çökən kəndlər yox, məhz milyonlarla insanın yaşadığı şəhərlər olur. Şəhərlərin su problemi bir gündə yaranmır. Bu uzun illərin səhvlərinin və diqqətsizliyinin nəticəsidir. Bunun bir neçə səbəbi var. Əhalinin sürətlə artması. Şəhərlərdə insanlar çoxaldıqca suya olan ehtiyac da artır. Məsələn, dünyanın ən böyük şəhərlərində əhali son 40 ildə 2 dəfə artıb. Amma su mənbələri eyni qalıb. Köhnə və çürümüş su sistemləri. Bir çox ölkədə su boruları 40-60 il əvvəl quraşdırılıb. Su boruları paslanıb, çürüyüb və nə olur? Suyun böyük hissəsi sızıb yoxa çıxır. Bəzi şəhərlərdə içməli suyun 30-40%-i boruların içində itir. Başqa bir səbəb yağışların azalması, iqlim dəyişikliyi bəzi şəhərlərə quraqlıq gətirir. Yəni su anbarları dolmur, çaylar quruyur, göllər kisilir və bir də suyun pis idarə edilməsi. Bəzi hökumətlər suyu düzgün idarə etmir, ya vaxtında tədbir görmür, ya da pul çatışmazlığı səbəbilə boruları düzəltmir. Su tükənmir, amma istifadə edilə bilən su tükənir. Dünyada su var. Problem suyun yox olması deyil. Problem insanların içə biləcəyi təmiz suyun azalmasıdır. Şəhərlər kranlardan gələn suyu təmizləmək üçün böyük sistemlərdən istifadə edir. Bu sistem çökəndə şəhər də çökür. 2018-ci ildə Cənubi Afrikanın Cape Town şəhəri dünyanı şoka saldı. Çünki hökumət elan etdi ki, Day Zero, yəni 0-cı gün yaxınlaşır. Bu nə demək idi? Kranlardan su gəlməyəcək, şəhərlərdəki bütün su anbarları boşalacaq. İnsanlara gündə cəmi 50 litr su veriləcəkdir. Bu bir nəfərə yalnız 2 dəqiqə duş, bir dəfə tualet, biraz yemək bişirmək üçün su demək idi. İnsanlar mağazalara axışıb su qutularını almağa başladı. Şəhərdə panika yarandı. Nəhayət son anda yağışlar yağdı və hökumət su istifadəsinə ciddi məhdudiyyət qoydu. Böhran ələ alındı, amma dünya başa düşdü ki, ilk böyük su qıtlığı artıq baş verir və bu davam edəcək. ABŞ-da yaşanan faciə. Flint, Michigan. Flint şəhərində isə problem fərqli idi, amma nəticə daha dəhşətli oldu. Hökumət pula qənaət etmək üçün şəhərə suyu ucuz bir çaydan verməyə başladı. Lakin bu su köhnə borulardan keçəndə borular paslandı və suya qurğuşun qarışdı. Nəticədə minlərlə uşaq zəhərləndi və insanlar xəstəxanalı oldu. İçməli suyu maşınlarla paylamağa məcbur qaldılar. Bu hadisə göstərdi ki, səhv qərar təkcə suyu yox, insanların sağlamlığını da məhv edir. İnsan su içmədən cəmi bir neçə gün yaşaya bilər. Elə buna görə də su bütün planetin ən dəyərli sərvətidir. Amma problem bundadır ki, bəziləri suyu həyat haqqı yox, pul qazanmaq üçün istifadə edilən əmtəə kimi görür. Bugün su yalnız təbiətə məxsus deyil. Su artıq şirkətlərin, investorların və hətta birjaların nəzarətindədir. Bu sadəcə iqtisadi məsələ deyil. Bu əxlaqi bir faciədir. 2020-ci ildə tarixdə ilk dəfə su rəsmi olaraq birjada Futures malı kimi satılmağa başladı. Bu nə deməkdir? Kimsə suyu faktiki olaraq almır. Sadəcə suyun gələcək qiymətinin qalxacağını ümid edərək suya pul yatırır. Yəni bəzi insanlar başqalarının susuzluğundan qazanır. Bu neft və qızıl kimi mallarda normaldır, amma su həyat mənbəyidir. Su bahalaşanda hamı zərər görür. Kəndli, şəhərli, kasıb, varlı, fərqi yoxdur. Ekspertlər deyir ki, su birjada satıldıqca gələcəkdə su daha da bahalaşacaq. Çünki maraq artıq xalqın yox, investorların xeyrinədir. Böyük şirkətlər
Bəzi ölkələrdə yerli icmalardan, kəndlilərdən və dövlətlərdən suyu çox ucuz qiymətə alırlar. Proses isə belə olur. Şirkət hökumətdən lisenziya alır, o bölgədəki bulaq, çay və yeraltı suyu istifadə etmək hüququ qazanır. Litr başı qəpik quruşa suyu çıxarırlar. Sonra həmin suyu plastik butulkaya doldurub 100 dəfə baha qiymətə satırlar. Bu işin ən maraqlı tərəfi budur ki, yerli insanlar bəzən öz ərazilərindəki suyu istifadə edə bilmir. Amma şirkət o suyu yükləyib başqa ölkələrə satır. Nestle dünyanın ən çox tənqid edilən şirkətlərindən biridir. İçməli su biznesində ən çox müzakirə edilən şirkət Nestle'dir. Bir çox bölgədə belə iddialar olub. Şirkət yerli su mənbələrindən çox ucuz istifadə edir. Nəticədə kəndlərin suyu azalır, torpaq quruyur. İnsanlar öz su mənbələri quruduğu üçün pulla su almağa məcbur qalır. Məsələn, Kaliforniya quraqlıq dövründə Nestle uzun müddət bölgədən milyonlarla litr su çıxarırdı. Pakistan bəzi kəndlərdə insanlar su tapmadığı halda şirkət eyni bölgədən su çıxarıb satırdı. Şirkətlərin su ilə əlaqədar daha böyük qazancı var. Virtual su. Bir fincan qəhvə üçün 140 litr su. 1 kilo ət üçün 15 min litr su. Bir cins şalvar üçün 7500 litr su. Bir mobil telefon üçün minlərlə litr su xərclənir. Şirkətlər bu görünməyən suyu ucuz ölkələrdə istifadə edir, amma məhsulu bahalı ölkələrdə satır. Ən böyük itkini isə o ölkənin təbiəti və yerli əhalisi yaşayır. Ekspertlər artıq xəbərdarlıq edir. Gələcək müharibələrin səbəbi torpaq və neft yox, su olacaq. Suyun özəlləşdirilməsi insanın nəfəsini özəlləşdirmək kimidir. Su biznesi çevriləndə həyata yox, pula xidmət edir. Bu proses təkcə suyun qiymətini artırmır, insanların həyatını çətinləşdirir, ölkələr arasındakı gərginlik yaradır və dünyanın gələcəyini təhlükəyə salır. Biz su haqqında nə qədər danışsaq da bir həqiqət dəyişmir. Su bizim ən böyük sərvətimizdir. Bu videoda biz suyun necə azaldığını, necə ticarətə çevrildiyini, necə silah kimi istifadə olunduğunu və necə böyük şəhərlərin belə susuz qaldığını gördük. Bunlar fantastika filmi deyil, bunlar real hadisələrdir. Bugün baş verən və sabah bizim də başımıza gələ biləcək hadisələrdir. Su sadəcə təbii sərvət deyil, həyatımızın özüdür. Suyun dəyərini çox zaman unutmuşuq. Biz suyu sanki sonsuz bir şey kimi qəbul etmişik. Amma unutmayaq, su olmadan nəfəs ala bilmərik. Su olmadan yemək hazırlanmır. Su olmadan texnologiya, sənaye, şəhər heç biri mövcud ola bilməz. Dünyada hər şeyin alternativi var. Neftin var, qazın var, hətta elektrik enerjisi üçün 100 fərqli yol var. Amma suyun alternativi yoxdur. Suyun tükənməsi təkcə hökumətlərin, şirkətlərin və ölkələrin problemi deyil. Bu, hər bir insanın problemidir. Çünki hərəmiz fərqinə varmadan gün ərzində yüzlərlə litr su istifadə edirik. Bugün siyasətçilər neftdən danışırsa, sabah su onların əsas mövzusu olacaq. Bugün şirkətlər pullarını qızıla, kriptoya yatırırsa, sabah suya yatıracaq. Çünki su gələcəyin ən strateji silahıdır. Bu dünya bizimdir. Unutmayın. Biz neftsiz yaşaya bilərik, elektriksiz də yaşaya bilərik, hətta pul olmasa belə yaşayarıq. Amma susuz yaşamaq mümkün deyil. Bu videonu dostlarınızla paylaşın ki, daha çox insan suyun necə təhlükə altında olduğunu bilsin. Sağ olun.